Uşaqlar, arzum yazıb, niyə yaralarınızı tazə eləyirsiniz ki? Dünən o qədər ağlamışam ki. Rayondayam. Allah haqqı, mənim düzdür. Allah qapısını açsın, Allah ona tez-tez sağ-salamat evinə çatdırsın. Uşaqları yazıqdır. Allah'ım, mən arzuna düzdür, çörək kəsməmişəm, oturmamışam. Sadəcə TikTok'da görmüşəm, o da məni. Amma çox pis olmuşam. Bir insan kimi ürəyim dözməyib, İmam Haqqı ağladım. Yığdım Vəfanı, gördüm ki, Vəfa məndən qabağa ağlayır. Qayıtları qabağıma çıxır, ağlayıram. İnsan ürəyidir. Musiqində qoyurlar, adamlar pis olur. Siz bəzilərinizi ağlamaya bilərsiniz. Tutulduğu yazı sevinə bilərsə, amma mən sevinmirəm. Bir insanın tutulmağına pis günün ömür boyu sevinmirəm. Mən haqda ağladım. Mənim ondan heç belə yoldaşlığım yox idi, Ailə ilə xanım. Ondan çörək yəyəm, oturam, duram, heç ömür boyu, amma çox pis oğladım. Pis oldum, dəhşət çox pis oldum. Mən nə deyə bilərəm işte uşaqlar? Mən niyə bilərəm? Dua da elədi, izləyicilərimə dedim, səhər dua da eləyək məhkəməsidir. Amma siz də hamımız bilirik ki, qanun şart. Qanun nə tələb ediyor? Hamımızın boynumuz qanun qarşısında qıldan incəlir.